Xoş gördük, hörmətli izləyicilər. Sizə mayın 13-nə olan hava haqqında məlumatı təqdim edirik. Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək. Lakin səhər yarımadanın bəzi yerlərində qısa müddətli az yağış yağacaq, şimal-qərb küləyi əsəcək. Temperatur gecə 14-16 dərəcə isti, gündüz 21-26 dərəcə isti olacaq. Rayonlarımızda bəzi yerlərdə arabir yağıntılı olacaq, şimşək çaxacaq, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi yüksək dağlıq ərazilərdə solu qara keçəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman müşahidə ediləcək, qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Temperatur gecə 15-19 dərəcə isti, gündüz 23-28 dərəcə isti, dağlarda gecə 5-9 dərəcə isti, gündüz 12-17 dərəcə isti olacaq. Belə dəyərli izləyicilər, hava məlumatını təqdim etdik. Görüşənədək.